Sabahınız xeyir olsun. Bugün bizim mobiligrafiya dersimiz var ve çoktandır size video çekmediğim için bugünü vlog edirəm. Bir mobiligrafiya dersi necə keçir adlı bir video olacak. Belə görüşərik. Gedim hazırlaşım. Bu arada bu il mən də manifest etdim. Bilmirəm siz etdiniz ya yox, amma belə qəşəng bir tablo yarandı. En çok da bunu manifest edirəm. Burada daha çox şeyler var aslında, amma hər birini manifestləmişəm. Sizin mənə köməyiniz burada olacaq. İstəsəz kanala abunə olun və bu kanal sırf sosial media ilə bağlı hər bir məlumatı sizlərlə bölüşür. Mən indi evdən çıxdım. Biraz gecikirəm çünki yarım saat qalıb. İndi baxaq görək bizim şoferimiz bizi yarım saate çatdıra biləcəkmi? Uzun zamandır ki YouTube'da sizə video çəkmirəm. Ona görə düşündüm ki, elə hazır mobiligrafiya dərsinə getmişkən bu dərsi sizin üçün vlog edim və siz də baxasınız. Həm sizin üçün fikir olar, həm yeni gələn tələbələr üçün fikir olar ki, əslində mobiligrafiya dərsi necə keçirilir və necə keçirik. Siz də bunu öncədən görmüş olacaqsınız bu videoda. Şeyi çəkiliş eləməyə. Bugün mobiligrafiya dərsimiz var. Nəzrin xanımın bir yerdəki. Bu videoda gördünüz məni. İndi qızları gözləyirik. Bir-iki qız da gəlməlidir. Sonra başlayacağıq çəkiliş etməyə. Hələ ki gözləyirik. Hal-hazırda dərslərimiz başladı. İndi sadəcə çəkiliş edirik, şəkil çəkirik. Birazdan videolar çəkəcəyik. Kapak kimi. Birinci şəkil, sonra video. Kapak burada görünür. Mesela birinci şəkil, sonra kapak. Belə deyək də, siz nəsə səhifəyə girirsiniz, salırsınız. Buradan 16 almayın. 16. Mən deyirəm ki, 16 Mən bundan əvvəl 16. What? Oh my god. İlk dəfə etməm belə sürətli telefonda işləyir. 3 ay 4 ay işləyir. Təzə almışdım. Mən deyirəm, hamı şey deyir. 16 satırım Hazırda çəkiliş gedir. Hazırda dərsimiz davam edir. İndi video çəkməyi öyrədir Nəzrin xanım. Bu Nilüfər xanım. Gəlin. Çəkilişimiz indi çöldə davam edir. Hava soyuqdur, amma biz dərslərə davam edirik. Çəkilişimiz indi çöldədir. Restoranın çölünü çəkməyə çalışırıq. Soyuq da. Cəhənnəm olacaq. Burada kadır var. Yox. Ayşə xanım qaçdı içəri. Ben indi qaçdım. O çok öğrendi. Ne gelse başıma senin yüzünden. Güzel mi de bu? Bax, mən heç nə eləmədim. Birinci ayarla, sonra tərəziyə bax. Çox yuxarıda saxlayırsan. Sizdən həftədə 3 dəfə görüşəcəyik. Çünki sizdə ağır depressiv hallar var. Bunun bir İndi ağlaya bilərsiniz məsələn. sakitkarlıqda yaşadığınız daha doğrusu stresslərdir, başa düşürəm. Amma biz həftədə 3 dəfə sizdən görüşməliyik. Ona görə ki, sizdəki depressiya belə tez-tez həftəsi görünən bir depressiya deyil və başqa nə danışaq? Öz sahəmizdən danışaq, çünki onu girsək mən ucu çıxa bilməyəcəm. Gəlin biraz SMM-likdən danışım sizə. Siz məncə SMM-liyini dəyişin ümumiyyətlə, SMM-lisi dəyişin. Yusuf xanımın müraciəti ilə. Satış eləmədikcə daha da dibə batırsınız. Ona görə də daha da hal-hazırki olan vəziyyətiniz daha da ağırlaşır. Kim məsləhət görür? Süper. Koymuyor. Bir dənə təmizləməyə falan, ümumiyyətlə üzüldür. Olur əslində.
Onu koyduğumuz zaman həmin keçişlər çox professional görünür. Yəni sanki videonu necə düzəltmirsən, necə çəkirsən, effekti yaranır. Dərsimiz bitdi. Biz də bitdik. Hal-hazırda çəkilişlər də elədik. Qısa o videonu da biz paylaşacağıq. Amma növbəti videolarda sizlərlə yenə də görüşərik. Və Labiyə Bakunu tövsiyə edirik. Hamıya gəlin. Mütləq gəlin. Çox rahatdır, sakitçilikdir. Və heç bir obyekt belə şərait yaratmır. Bəli. Bu arada təşəkkür edirəm. Mən xanımı görməsəm də bu şəraiti bizə yaratdığı üçün həqiqətən təşəkkür edirəm. Bunu mənim adımdan bir daha deyərsən. Hə, minnətdaram. Təşəkkür edirəm ki, həqiqətən bizə bu şəraiti yaradır ki, biz burada çəkilişləri, dərsləri çox rahatlıqla edirik. Gələn qızlar da çox rahatlıqla çəkilişləri edirlər, burada öyrənirlər. Belə növbəti dərsimiz İçəri şəhərdə olacaq. Bilmirəm onu çəkərəm, çəkmərəm. Mən getdim, siz də burada qalın. Növbəti videoda görüşəcəyik.